Vaxtilə sadə bir arayış almaq üçün müxtəlif dövlət qurumlarının qapısını döymək, uzun növbələrdə gözləmək və saysız hesabsız sənəd toplamaq lazım idi. Bugün isə bu xidmətlərin böyük hissəsi bir məkanda daha rahat və operativ şəkildə əldə edilir. Bütün bunların başlanğıcından isə 14 il keçir. Yarandığı müddətdən etibarən xidmət alıram və aldığım bütün xidmətlərdən razı qalmışam. Bir müqayisə edə bilərəm, təxmini 10 il bundan əvvəl mən özüm xarici pasportumu dəyişmək istəyirdim və pasportu dəyişmək üçün səhər saat 6-da dövlət qurumunun qarşısında növbəyə dururduq. Həmən gün alıb-almamağımız bilinmirdi ki, ala biləcəyik yoxsa yox. Amma asan xidmətdə sadəcə 10-15 dəqiqə müddətində bu xidməti almaq olur. Əvvəllər bir sənədin arxasıca gedəndə çox problemlər yaranırdı. Misal üçün, məcbur idin ki, tutaq ki, bir sənədin əsaslarını düzəltmək üçün ayrı-ayrı idarələr gəzməli idin. İndi şükür Allaha elədir ki, hər şey buradadır. Yəni, bütün sənədləri eyni yerdə düzəldirik, eyni yerə veririk. Vətəndaş məmnuniyyətinin arxasında böyük bir komanda işi dayanır. Hər şey məlumat bölməsindən başlayır. Proses bir neçə dəqiqə ərzində xidmət pəncərəsində davam edir. Xidmətə hazırdır yazısı monitorlarda görünən kimi növbəsini gözləyən vətəndaş xidmət əməkdaşına yaxınlaşır. Artıq 12 il yarımdır ki, Asan Xidmət Mərkəzində fəaliyyət göstərirəm. Vətəndaşların qəbulu, vətəndaşların operativ, keyfiyyət, nəzakəti xidmət göstərilməsi, vətəndaşların orqanlar üzrə düzgün istiqamətləndirməsi üzrə işləri yerinə yetiririk. Əlbəttə, hər işin öz çətinliyi var. Bizim də müəyyən vaxtlar olub ki, əsəbi vətəndaşlarımız olub. Çalışmışıq ki, hər işi öz qaydasında yoluna qoyaq, vətəndaşlara gülərüz xidmət göstərmək və problemin üstəsindən gəlmək. Ərizələrin yazılması, vətəndaşların istiqamətləndirilməsi, məmnunluğun öyrənilməsi, ilk baxışdan sadə görünən bu işlərin böyük hissəsini asan könüllüləri həyata keçirirlər. Bu proqram gənclərə həm iş təcrübəsi, həm də sosial məsuliyyət qazandırır. Fəaliyyətə başladığı gündən indiyədək 46 mindən çox gənc asan könüllüsü olub. Onlardan 3400-dən çoxu isə asan kadr portalı vasitəsilə işlə təmin edilib. Bir aydır burada fəaliyyət göstərirəm. Əsasən ərizə masasında yaşlılara və digər insanlara xidmət göstəririk, hansı ki, onların ərizələrinin doldurulmasında yardım edirik. Qapıda durub insanlara kömək edirik, hal-əhvallarını soruşuruq, xidmətdən razı olub-olmadıqlarını soruşuruq, insanları yönləndiririk, hansı ki, bəzi insanlar var ki, ilk dəfə bu xidmətlər fəaliyyət göstərirlər. 14 il əvvəl kiçik bir xidmət modelindən ölkə üzrə geniş şəbəkəyə çevrilən Asan hazırda 28 ünvanda fəaliyyət göstərir. Bunlardan 7-si Bakıda, 21-i regionlardadır. Bundan başqa 3 Asan kommunal mərkəzi və 10 səyyar formada xidmətlərin göstərilməsi də davam etdirilir. 20 xidmətlə fəaliyyətə başlayan Asan Xidmət bugün vətəndaşlara 400-dən çox xidmət təqdim edir. Gündəlik müraciət sayı 40 minə yaxındır. Ümumilikdə isə bugünədək Asan Xidmət mərkəzlərinə 100 milyondan çox vətəndaş müraciəti daxil olub. Ən sevindirici hal ondan ibarətdir ki, bu qədər müraciət sayına baxmayaraq, hələ də vətəndaşların məmnunluq əmsalı 99%-in üzərindədir. Bu modelin Azərbaycanda uğurla tətbiqi beynəlxalq səviyyədə də ciddi maraq doğurub. 35 ölkə ilə bu istiqamətdə iş aparılır, 6 ölkədə isə artıq tətbiq olunub. Qeyd edək ki, işğaldan azad edilən ərazilərdə də asan xidmət mərkəzlərinin yaradılmasına diqqət yetirilir. Şuşada 2 ildir ki, bu mərkəz fəaliyyət göstərir. Daha 3 şəhərdə, Ağdam, Cəbrayıl və Laçında da yaradılması planlaşdırılır. Bəyim Mahir qızı, Atababa Vəliyev, Səbinə Şükürova, İTV Xəbər.